Efendi 8 asrın şairlərinin dilindən dinləyək. Azərbaycan tarixində görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin əbədi yaradıcılarından biri kimi həbs olmuşdur. Füzuli zəmanəsində gördüyü ictimai çatışmazlıqlara, baş verən çəkişmələrə Söhbət Əsma əsərində öz münasibətini bildirmişdir. İndi isə Məhəmməd Füzulinin Meyvələr söhbəti əsərini izləyək. Bahar fəslidir. Çöllər, çəmənlər yaşıl don geymişdir. Qış yuxusundan ayrılmış, güllər, çiçəklər, minlərcə çalırdı. Mali ilə qızarmışdı ki, elə bir bağına dam çəkmişdilər. Çəmənlərdə yasəmənlərin xoş rəngli, ətli, gözəlliyi qəlbə fərəh verirdi. Təbiətin belə gözəl çalında, meyvələrin dinlirindən bir nəfər arpadan bağa gəzməyə gəldi. O bağa girən kimi, meyvələrin təxt edib, ömürlüklərini gördü. Ağzı deyirdi. Bu dünyada məndən gözəl meyvə hanı, qızıla dərmanının şəfası, xəstə olanları mənəm. Bütün həkimlər də deyir ki, baş ağrısının da dərmanı mənəm. Ağzı sözünü deyirdən an, cavalı hisslər özündən sızdı və alçıya dedi. Hey Ətər, heç tanımırsan ki, belə təxtil edirsən, turşuluğundan dişləri qamaşdırsan. Səni yiyən adam ya ərcil olar, ya da ifrit. Mənimsə adımı cavalı qoyublar. 100 minlərdə saçılan budaqlarım var. Gül kimi sarı, gah yaşıl, gah qırmızı, hətta zəfəran zəncilə çalan meyvələrim var. Yaz cavanının səsini eşitdi, ona belə təlinə vurdu. Hey, heç bana xəcalət çəkmirsən? Biliyorsun bu qədər tərif eləyin. Sənin dadlamaq, cərəş gündə 3 dəfə bal yiyir. Sənin isə gözəl libası heç bir meyvədə yoxdur. Dərələrin də göydəki ulduzlara bənzəyir. Hər budaq bir sərv ağacıdır. Bütün gözəllər mənim həsrətimi çəkir. Bu sözləri eşidən əyib qışqırıb dedi. Gör Gülas necədir, ey qarnın sarsağanları kimi, bu evdə təxt edib özünü ölürsən, səni yiyən ziyandan başqa isinə görməz. Səni bəsləyən bağban axırda zərərini çəkir. Mənim adımı əliş qoyublar, gah suyunun kimi yaşıl, gah da qızıl suyuna salınmış kimi sarı oluram. Mən törəclərin dadı ləzzəti. Ərgin sözlərini eşidən almaq acıqlanıb qışqırdı. Ey qutlu bələmli yaxası yarı, sənin paltarın tozludur, özündə torpaq dadı verirsən. Xasiyyətli bilə-bilə özünə öyürsən. Mənimsə adımı alma qoyublar. Üzüm aldırmışlı paltarım atlaslandır. Alma özünü hey tərifləyirdi. Birdən Armud irəli çıxıb dedi. Her şeyden cümle fesat törədim. Tərife ihtiyacın olsaydı adın alma yox, al vardı. Mənim ise adıma Armud qoyublar. Yaxşı xasiyyətim var, nuşudanlıqda yerilir. Hər vəzifə və hər də davayım. Armud öyülməkdəykən üzüm onun səsini eşitdi. Qəzəb və birdən qəzəbləndi. Armuda dedi. Ey canının vurduğunları rəngçilər almış. Ey zəiflikdən başı geçərmiş. Özün dərdli olduğun halda başqalarını necə əzab verirsən? Keçərdən dərman biskitliyi başına yaxardır. Biz əvvəl dərdlərini bizə, sonra başqalarına şəfa verir. Mənim adım isə üzüm qoydular. Mən meyvələrin içində ən əzizəm. Bu sözləri eşidən heyvan hirsindən saf-sarı saraldı və üzümə dedi. Ağzını axırda hamının gözünə düşüb müdris olarsan, qəm hissəyə batarsan. Ləzzət deysən, məndədir, daha da yaxşı adı da. Bütün bağbaq tanrı mənim ətrim yürür. Məni bedək üçün taxtalara düzür, hər bir yok yapar, gözəllər köpə verirlər. Heyvanın öyündüyünü eşidənlər dilə gəldi. Bu mənasız arzular nədir? Necə qalsın mənim meyvəmin sənin hamımızdan əladır. Hər fədaikdə bir şey varsa, o da mənim turşu şirinliyidir. Amma elinə heyva isə seçərdir. Bu sözləri eşidən Arif adam orada qalmaq istəmədi.